İmam Hüseyin əleyhissalamın Fərəzdəqə buyruğu. İmam Hüseyin əleyhissalamın İraqa gedəndə Fərəzdəqə buyurduğu sözlər. Fərəzdəq İmam Hüseyin əleyhissalama dedi: Ey Allah Rəsulunun oğlu, vacib olan həc vəzifəsini əda etmədən Məkkəni bu şəkildə tələm-tələsik tərk etməyinizin səbəbi nədir? İmam Hüseyin əleyhissalam buyurdu: Əgər tələsməsəydim və Məkkəni tərk etməsəydim, məni həbs edəcəkdilər. Daha sonra İmam Fərəzdəqə Kufə xalqı haqqında sual verdi. Fərəzdəq ona Kufəlilərin qılıncının onun əleyhinə olduğunu bildirdi. İmam Hüseyin əleyhissalam buyurdu: Hər şey Allahın əlindədir. Əvvəl də, sonra da hökm Allahındır. Əgər qəza və qədər istədiyimiz şəkildə gerçəkləşərsə, Allaha bəxş etdiyi nemətlərə görə həmd edərik. Şükür etmək üçün yardım edən də elə odur. Amma əgər qəza və qədər istədiyimizin əksinə olarsa, işlərimiz istədiyimiz şəkildə getməzsə, niyyəti haqq olan təqvalı bir şəxs bundan narahat olmayacaqdır. Sonra onunla vidalaşıb ayrıldılar. İmam Hüseyin əleyhissalamın xütbələrindən. İmam Hüseyin əleyhissalam bu xütbəni Hür ibn Yezid Riyahi və əshabının Zihhisamda onun Kufəyə tərəf getməsinə mane olduqları kimi Mədinəyə də qayıtmasına icazə vermədikləri zaman oxumuşdur. O həzrət Allaha həmd səna etdikdən sonra belə buyurdu: Ey insanlar! Sizə mən bu sözləri dedikdən sonra Allahın höccəti tamamlanmışdır. Mən öz istəyimlə sizə tərəf gəlmədim. Gəlməyimin səbəbi sizin mənə göndərdiyiniz məktublar və elçilərinizdir. Məktublarınızda belə yazmışdınız: İmamımız və rəhbərimiz yoxdur, dəvətimizi qəbul et və bizə tərəf gəl ki, Allah bizi sənin vasitənlə hidayət etsin. İndi sizə tərəf gəlmişəm. Əgər sözünüzdə dursanız, sizin şəhərinizə gələrəm. Yox, əgər durmasanız, gəlməyimdən və sizə rəhbərlik etməyimdən narahatsınızsa, onda gəldiyim yerə qaydaram. İmam Hüseyin əleyhissalamın Zihhisamdakı sözləri. İmam Hüseyin əleyhissalam Zihhisam adlanan yerdə hür və dəstəsi ilə namaz qıldıqdan sonra Allaha həmd səna edərək belə buyurdu: Ey insanlar! Əgər siz Allaha qarşı təqvalı olsanız, kimin haqlı olduğunu başa düşər və beləliklə Allahı özünüzdən razı etmiş olarsınız. Bilin ki, biz Əhl-i Beyt sizə qarşı zülm və düşmənçiliklə rəftar edən bunlara, Bəni Ümeyyə və Yezidə aid olmayan, bizim haqqımız olan bu xilafət və vilayət məqamına daha layiqik. Əgər siz bizim gəlməyimizdən narahatsınızsa, haqqımızı tanımırsınızsa, məktublarınızda yazdıqlarınızdan və elçilərinizin söylədiklərindən başqa bir qərara gəlmisinizsə, o halda geri qaydaram. İmam Hüseyin əleyhissalamın Rüheymədə dediyi sözlər. Əbu Hirəm adında bir şəxs İmam Hüseyin əleyhissalamın hüzuruna çıxaraq: Ey Allah Rəsulunun övladı, cəddinizin hərəmindən çıxmağınıza səbəb nədir? Deyə sual verdiyi zaman İmam ona belə buyurdu: Ey Əbu Hirəm! Ümeyyə oğulları mal-mülkümü talan, müsadirə etdilər. Səbr etdim. Şəxsiyyətimə dil uzatdılar. Səbr etdim. Qanımı tökmək istədikləri vaxt özümü onların əlindən xilas edib şəhərimi tərk etdim. Allaha and olsun ki, məni bir dəstə azğın və zalım düşmən öldürəcək. Allah onlara zillət paltarı geyindirəcək. Onların özlərini də kəskin və öldürücü qılınca düçar edəcəkdir. Allah onlara
elə bir şəxsi hakim edəcək ki, o, onları alçaldacaq və xar edəcəkdir. Belə ki, bir qadının idarə etdiyi, malları və canları barədə hökm verən Səba qövmündən daha alçaq və zəlil bir vəziyyətə düşəcəklər. İmam Hüseyin əleyhissalamın Zübalə məntəqəsindəki xütbəsi. Bu xütbədə Kufə əhlinin xəyanətindən bəhs edilir. O həzrət ayağa qalxaraq Allaha həmd səna etdikdən və Allah rəsulunu yada salıb ona salavat göndərdikdən sonra belə buyurdu. Ey insanlar! Siz İraqın hakimiyyətinin bizim əlimizdə olacağını düşünərək mənim ətrafıma toplanmısınız. Lakin əmim oğlu Müslüm haqqında narahat edici bir xəbər çatdı. Bu xəbər şiiyələrimizin, tərəfdarlarımızın bizi tək qoyduğunu göstərir. Elə isə sizdən kim qılıncların itiliyinə və nizələrin sərtliyinə səbr edəcəksə, bizimlə gəlsin. Əks halda geri qayıtsın. İmam Hüseyin əleyhissalamın Beyzadakı xütbəsi. Burada hür və dəstəsinə xitab etmişdir. İmam Hüseyin əleyhissalam həmd sənadan sonra belə buyurdu. Ey insanlar! Allahın Rəsulu belə buyurmuşdur. Kim Allahın haramını halal bilən, əhdini pozan, Rəsulunun yoluna müxalif olan, bəndələri arasında günah və haqsız işlər görən bir sultan, hakim görərsə, əməli və sözləri ilə ona qarşı mübarizə aparmazsa, Allah həmin insanı cəhənnəm oduna düçar edəcəkdir. Bilin ki, Bəni Ümeyyə şeytana itaət edərək onun ardınca getdilər. Onlar Allaha itaəti tərk edərək bu məmləkətdə fitnə fəsadı yaydılar və ilahi sərhədləri aradan apardılar. Beytülmalı, öz şəxsi malları, Allahın haramını halal, halalını isə haram etdilər. Mən bu zalımlarla mübarizə aparmaq, Allahın hökmlərini onun bəndələri arasında yaymaq üçün özümü hamıdan daha layiq bilirəm. Bununla yanaşı, mənə beyyət etdiyinizə, məni düşmənə təslim etməyəcəyiniz və tək qoymayacağınıza dair bir çox dəvət məktublarınız və elçiləriniz mənə gəldi. Əgər öz əhdinizə vəfa etsəniz, mənə olan beyyətinizdə sadiq qalsanız, təkamülə və səadətə çatacaqsınız. Mən Allah Rəsulunun qızı Fatimənin oğlu Hüseyin İbn Əliyəm. Bu yolda özüm sizinlə, ailəm də ailələrinizlədir. Mən sizin üçün ən gözəl nümunəyəm. Əgər dediklərinizə əməl etməyib, əhdinizə sadiq qalmasanız, bilin ki, sizin bu vəfasızlığınız mənim üçün ilk dəfə deyildir. Siz bundan əvvəl də eyni hərəkəti, vəfasızlığı atama, qardaşıma və əmim oğlu Müslümə qarşı da eləmisiniz. Aldanan, sizin sözlərinizə etibar edib, inanan şəxsdir. Siz nəsibini əldə etməkdə səhv edən və payını boş yerə əldən verən şəxslərsiniz. Hər kim əhdi pozsa, yalnız öz ziyanına pozur. Allah məni sizdən ehtiyatsız edəcəkdir. Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun. İmam Hüseyin əleyhissalamın dünyanın vəfasızlığı haqqındakı xütbəsi. İmam Hüseyin əleyhissalam Allaha həmd səna etdikdən sonra belə buyurdu. Görürsünüz ki, vəziyyət dəyişmiş, dünya alt-üst olmuş, tanınmaz hala gəlmiş, yaxşılıq, xeyrxahlıq aradan getmiş və ondan əsər əlamət qalmamışdır. Yaxşılıqdan yalnız qabın dibində qalan azacıq su damcıları qədər çox az şey qalmışdır. Məyər görmürsünüz ki, haqqa əməl olunmur?
və batildən çəkinilmir? Belə bir halda mömin insan dünyadan üz çevirib Allaha qovuşmağı arzulamalıdır. Odur ki, belə bir halda mən ölümü səadət, zalimlarla bir yerdə yaşamağı isə bədbəxtlik və xəyanət hesab edirəm. İmam Hüseyn əleyhissalamın Kərbəlada oxuduğu dualardan. İmam Hüseyn əleyhissalamın Kərbəla torpağına çatdığı zaman oxuduğu dua. İmam Hüseyn əleyhissalam uşaqlarını, qardaşlarını və əhl-i beytini bir yerə topladı, onlara nəzər etdi və biraz ağladıqdan sonra belə buyurdu. İlahi, biz sənin Peyğəmbərin Məhəmməd İbni Abdullahın sallallahu əleyhi və alihin itrətiyik, ailəsi və uşaqlarıyıq. Bizi cəddimizin hərəmindən çıxartdılar, qovdular və əzab-əziyyətə məruz qoydular. Ümeyyə oğulları bizə zülm etdilər. İlahi, bizim haqqımızı onlardan al və bu zalım qövmün qarşısında bizə yardım et.